Var olanda hakim də biraz daha rahat qərar qəbul edir meydanda və bilir ki, onu sığortalayan var. Bəlkə də var olmasaydı, o epizodlarda özü üzərinə götürüb hər hansı bir qərar qəbul edərdi. Belə çətin epizodlar idi. İstər birinci penalti, istər ikinci penalti, bizim vurduğumuz və yaxud onların qazandığı, onu görmə şansı yox idi. Yəni o belə deyək, 5-6 futbolçunun içində Gomis'in əlinə orada top dəydi bir balaca, bir bazır dəydi. Onu görmə şansı yox idi. Konate'nin də epizodu biraz bu rakusdan baxanda sanki top oynamışdı, yoxsa ayağına birinci oynamışdı, o sual açıq idi. Biz də epizodu təkrar baxandan sonra gördük. Üçüncü epizod isə o da əslində biz də uzaqdan əli dəydiyini gördük, əlinə oyun gördük. Amma Enrique'nin reaksiyasından sonra mən rahat oldum ki, desən əlinə dəyməyim. Yəni, belə normal idi. Sadəcə olaraq biraz xırda faullar çox oldu, xüsusilə də oyunun sonunda. O da ki, Elvin bəy gənc hakimimizdir, yüksəkliqdə yeni təcrübə toplayır. Biz də oyun boyu çalışdıq, dəstək olaq, çox təzyiq də göstərməyək. Ümumən götürsən oyunun gedişatına, nəticəsinə təsir edən bir səhv yol vermədi.